Salam, hörmətli abituriyentlər. Bugünkü mövzumuz Azərbaycan Sasanilər tərkibində feodalizm quruluşu haqqında birinci danışaq, məlumat verək. Nədir feodalizm? Feodalizmdə torpaq sahibi var, feodal, torpaq sahəsi var və bir də torpağı icarəyə götürən kəndli var. Bu torpaq sahəsi feodala məxsusdur. Bu feodal torpaq sahəsini verir kəndliyə, kəndli burada işləyir, əldə etdiyi məhsulun bir hissəsini vergi kimi ödəyirdi feodala. Feodalın torpaq sahəsi çox geniş idi, onu bölürdü və kəndlilərə icarəyə verirdi. Kəndlilər burada işləyib feodala vergi verirdi. Bu quruluş, bu feodalizmdir. Azərbaycan feodalizmi ilə Avropa feodalizmi arasında fərq var. Fərq nədən ibarətdir? Azərbaycanda feodalizm 3-19-cu əsrləri əhatə edir, Avropada isə 5-17-ci əsrləri. Azərbaycanda feodalların şəxsi təsərrüfatı yox idi, Avropada isə feodalların şəxsi təsərrüfatı var idi. Azərbaycanda kəndlilər yalnız iqtisadi cəhətdən asılı olub təhkimli deyildilər. Avropada isə kəndlilər həm iqtisadi cəhətdən asılı idilər, həm də təhkimli idi. İndi sual oluna bilər, iqtisadi cəhətdən asılılıq nədir? İqtisadi cəhətdən asılılıq indi sizə izah elədiyimdir. Yəni, feodal torpağı verməsə, kəndli iqtisadi baxımdan gəlir əldə edə bilməz. Şəxsən asılılıq, təhkimçilik isə dedik Azərbaycanda yox idi, Avropada var idi. Bu nə idi? Feodalın icazəsi olmadan kəndli başqa yerə köçüb gedə bilməzdi. Hər kəndli yaşadığı, böyüyüb boya başa çatdığı torpağa təhkim idi, məhkum idi. Sasanilərin Azərbaycanı işğal etməsi haqqında danışacağıq. Ümumiyyətlə, Sasanilər dövlətinin yaranması haqqında danışacağıq. 224-cü ildə Parfiya dövləti süquta uğrayır və onun yerinə 226-cı ildə Sasanilər dövləti yaranır. Artıq İran Sasani dövlətinin tərkibindədir, dəyərli yoldaşlar. Bu Sasanilər şimala doğru öz ərazilərini genişləndirirlər. Atropatena ərazisini 227-ci ildə ələ keçirirlər. Diqqət eləyin, Atropatena dövləti yoxdur ya, Atropatena ərazisini. 262-ci ildə isə şimala gedib, 262-də Albaniyanı da özlərinə tabe etməyə nail olurlar. 3-cü əsrdə zərdüştlüyün, atəşpərəstliyin zorla yayılması haqqında fərman verirlər. Hələ ki, xronoloji gedirik. Eyni zamanda 3-cü əsrdə manilik təlimi meydana gəlir Sasanilərdə. Nə idi manilik təlimi? Manilik təlimi, bunlar bərabərlik tərəfdarı idilər və düşünürdülər ki, dünyada xeyir və şər arasında mübarizə gedir, amma təəssüf ki, sonda şər qalib gələcək. Amma 481-529-cu illəri əhatə edən Məzdəkilər hərəkatı var, Məzdək təlimi var. Bu təlimə əsasən də xeyir və şər arasında mübarizə gedir, lakin sonda xeyir qalib gələcək. 1-ci Qubad Sasani şahı bu hərəkatı himayə eləyir, onlara dəstək olur. Niyə? Çünki özü də iri feodallara qarşı mübarizədə onların dəstəyindən istifadə etməyə çalışırdı. Yəni, Məzdəkilər iri feodallara, xüsusi mülkiyyətə qarşı idi. Onlar da bərabərlik tərəfdarı idilər. Feodalların mülklərinin kasıblar arasında bölüşdürülməsinin tərəfdarı idilər. Eləcə də 1-ci Qubad iri feodallara qarşı Məzdəkilərdən istifadə edib onların mövqeyini zəiflətmək istəyirdi. Amma sonda Məzdəkilərin 1-ci Qubada qarşı qalxması, 1-ci Qubadı ilə ən böyük feodal adlandıraraq ona qarşı da mübarizə aparması, halbuki 1-ci Qubad taxıl anbarlarını açmışdı onların üzünə. Qubadı taxtdan devirmələri, sonra Qubad gedir Axunların yanına, Axun hökmdarının köməyi ilə taxta qayıdandan sonra Məzdəkilər hərəkatını divan tutur və 529-cu ildə bu hərəkat yatırılır, dəyərli abituriyentlər. 531-579-cu ildə 1-ci Xosrov hakimiyyətdə olur, Sasanilərin qəbula ən çox düşən şahı budur. İnzibati islahat həyata keçirir. İnzibati islahatına əsasən Sasanilər imperiyası 4 kustaklığa bölünür. Atropatena və Albaniya ərazisi şimal kustaklığına daxil edilir. Torpaq islahatı həyata keçirir. Sahibsiz torpaqların sahibi elan edir özünü. Daha sonra həmin torpaqları hərbiçilərə paylayır və beləliklə Xostak torpaqları meydana gəlir. Xosrovun adı ilə Xostak. Xostak şərti torpaqdır, dövlətə xidmət edənlərə verilən torpaq mülkiyyəti forması. Bir də vergi islahatı həyata keçirir. Vergi islahatı nədir? Vergi islahatına əsasən qadınlar, uşaqlar, qocalar, kahinlər, mirzələr, bəzi məmurlar dövlət vergilərindən azad olunurdu.
Sasanilər dövründə torpaq mülkiyyəti formaları hansılar idi? Xostak idi, şərti torpaq, az öncə dedik, yəni şərt müqabilində verilir. Dövlətə xidmət edirsən, dövlət sənə verir. Dastakert irsi torpaqdır, yəni sənin özünə pul verib aldığın, sənin özünə məxsus torpaq mülkiyyəti forması idi. Vergilərdən xaraqdır, torpaq vergisi, bir də gezitdir, can vergisi. Yəni sənin can güvənliyini dövlət təmin edir, sən də bunun üçün dövlətə vergi verməlisən. İndi Albaniya hökmdarlarının fəaliyyətinə gəlin baxaq. Eramızın 1-ci əsrindən artıq Albaniyada Arşakilər hakimiyyətdə idi. 1-ci Qoçaq Vaçaqan deyirik. Alban Arşakilərinin ilk nümayəndəsi idi. Albaniyanın bütün vilayətlərini vahid dövlət tərkibində birləşdirir, güclü mərkəzləşdirilmiş dövlət yaradır. Hansı Sasani şahı ilə eyni dövrdə yaşayıb, qeyd olunmur. 1-ci Vaçe. 1-ci Vaçe Roma pərəst siyasət yeritdi, Sasanilərdən uzaqlaşdı, Sasanilərə tabi olmaq istəmədi. 1-ci Şapurun dövrüdür, Sasani şahı 1-ci Şapurun. 262-ci ildə Albaniya Sasanilər dövlətinin tərkibinə daxil oldu, bayaq izah etdiyimiz. Bu 1-ci Vaçe idi. Urnayra gəlirik. 2-ci Şapurla eyni dövrdə yaşayıb Urnayr. Hakimiyyət illəri 313-371, müstəqil xarici siyasət yeridirdi. 2-ci Şapurun müttəfiqi kimi Sasaniləri hərbi qüvvə və ərzaqla təmin eləyirdi. Hətta Amid və Dizrav döyüşlərində 359-da Amiddir, 371-də Dizravdır, Romalılarla Sasanilər arasında döyüşlərdir. 359-da Sasanilər Amid döyüşündə. 371-ci ildə Dizrav döyüşündə isə Romalılara qalib gəlmişdi, amma bu döyüşlərin hər ikisində Urnayr Sasanilərin müttəfiqi idi. Onun məqsədi Albaniyanın bütövlüyünü qoruyub saxlamaq idi. Asuagen. Asuagenin hakimiyyəti 5-ci əsrin 1-ci yarısına düşür. Onun dövründə mədəni həyatda ciddi dəyişikliklər baş verir, uşaqlar təhsilə cəlb olunur, köhnə Alban əlifbası əsasında yeni Alban əlifbası yaradılır, dini kitablar Suryanı və Yunan dillərinə tərcümə edilir. Mən həmişə abituriyentlərə deyirəm, Asuagen, bu söz uşaq sözünə oxşuyur. Asuagen, uşaqlarla bağlı qərarlardır, təhsillə bağlı qərarlardır, məktəblə bağlı qərarlardır. Bunlar hamısı Asuagenin dövrünə təsadüf eləyir, dəyərli yoldaşlar. Gəlirik 2-ci Vaçeyə. Bunlar hamısı bir daha qeyd edeyim, Arşaki nümayəndələridir, Arşaki sülaləsinin nümayəndələridir. 2-ci Vaçe 1-ci Firuzun dövründə hakimiyyətdə olmuşdur. Sasani şahı Firuzun şərəfinə Firuzabad şəhərini saldırmışdı. Yaxın dost idi, qohum idi. Çox yaxşı münasibətləri var idi. Amma o bundan istifadə eləyib sonra Sasanilərin hakimiyyətindən çıxıb Çova dələsini tutur. Massagetləri öz tərəfinə çəkir. Qafqazın 11 hakimi ilə ittifaq qurur. Məqsəd Sasanilərin ağalığından çıxmaqdır. Atəşpərəstlikdən imtina eləyir. Xristiyan etiqadını qəbul eləyir. Artıq Firuz əməlli başlı əsəbləşir buna. Sasanilərə qarşı azadlıq mübarizəsinə başlayır. Və bu mübarizə 457-463-cü illərə əhatə edir. Və Sasani şahı nəticədə kiçik Albaniya nəhəng Sasanilərlə bacara bilməzdi. Sasani şahı Hunların köməyindən də istifadə eləyərək bu mübarizəni asanlıqla yatıra bilir. Və bundan sonra Albaniyada hökmdar hakimiyyətini ləğv eləyirlər. Və Albaniya Sasani mərzbanları, yəni canişinləri tərəfindən idarə olunmağa başlayır. Biz buna qısa müddətli Sasani mərzbanlığı dövrü deyirik. 463-487-ci illərə əhatə eləyir. Lakin sonra 3-cü Mömin Vaçaqan hakimiyyətə gələ bilir, Arşaki nümayəndəsi 487-510-cu illərdə hakimiyyətdə olur. Mömin Vaçaqan deyirik biz buna. Nəyə görə? Çünki çox dindar bir adam olur və dini cəhətdən həssas bir şəxs olduğu üçün müxtəlif qərarlar verir. Yəni Albanların din və dövlət münasibətlərinin tənzimlənməsi ilə bağlı gələcəkdə bir məclis də çağıracaq, o haqda danışacağıq. Hakimiyyəti dövrü siyasi, mədəni dirsəliş kimi səciyyələnir. Əhaliyə xristianlığı qəbul etdirməyə başlayır. Xristianlığı təbliğ edən məktəblər açır. Bu hardasa Asuagenlə də oxşardı. Başqa dinlərə, bütpərəstlikdir, atəşpərəstlikdir, etiqad edilənlərə sərt cəzalar tətbiq olunur, onlar təqib olunurdular. 488-ci ildə Agoyen kilsə məclisini çağırır. Ölkədə din və dövlət münasibətlərini tənzimləyən qanunlar qəbul edilir. Sasanilər görürlər ki, yox, bu Albanların ipə sapa yatacaq bir tipləri yoxdur. Ona görə yenidən Sasanilər burada hökmdar hakimiyyətini ləğv eləyirlər.
Yenə də Albaniya Sasani mərzbanları canişinlər tərəfindən idarə olunur. Bu isə artıq uzun müddətli Sasani mərzbanlığı dövrüdür. 487, üzr istəyirəm burada, 487 yazılıb. 510. 510-cu ildən 629-cu ilə qədər, yəni Mömin Vaçaqanın hakimiyyətinin sonundan 510-dan 629-cu ilə qədər uzun müddətli Sasani mərzbanlığı olur Albaniyada. Və nəhayət 630-cu ildə yeni sülalə gəlir Albaniyada hakimiyyətə, Cavanşirin sülaləsi, atası Varaz Qirqor. O ilk vaxtlar özünü Bizans imperatoru İraklinin vassalı elan eləyir. Həmin vaxt Cavanşir Albaniyanın ilk böyük işxanı olur. Yəni Cavanşiri gələcəkdə hakimiyyət üçün hazırlayırdı o. 636 Kadisiya, 637 Ktesifon döyüşlərində oğlu Cavanşirə ərəb qoşunlarına qarşı mübarizədə Sasanilər tərəfdən vuruşmağı tapşırır. Yəni Cavanşir 636-637 döyüşlərində Sasanilər tərəfdən ərəblərə qarşı döyüşür. 642-ci ildə də oğlu Cavanşiri hökmdarlıq taxtına oturur və 642-ci ildən 681-ci ilə qədər hakimiyyətdə Cavanşiri görəcəyik. Belə, dəyərli yoldaşlar, ümid edirik ki, bu mövzu sizin üçün hardasa aydın oldu, bir təsəvvür yaratdı. İndi isə vəsaitimizə keçək, dərsi öyrənək. İnşallah ki, yaxşı mənimsəyərsiniz. Sağ olun, hələlik.